dinimizin buyurduğu budur ki, bidət əhli ilə oturmaq düzgün deyil. Bidət əhlindən salamı kəsmək lazımdır. Salamı kəsmək lazımdır, nəinki oturmaq. Salam verməyin onlara. Onlarla iş birliyi görməyin. Onlarla oturub durmaq daha da pisdir, bətərdir. Hələ mən deyirəm, salam verməyin, onlarla iş birliyi qurmayın. Onlardan uzaq gəzin. Onlarla bir məclislərə düşməyin. Və bu da nəyə görə? Ona görə ki, həmin insanlar onu şübhəyə sala bilərlər. Və biz təcrübə ilə görmüşük ki, belə eləyən insanlar axırda xavaric olublar. Yəni, mən bunu görmüşəm. Həmişə. Praktikada bunu görmüşəm. Ki, o insan ki, deyir, mən onlarla da otururam, bunlarla da otururam, axırda nə edir? Axırda xavaric olur. Axırda xavaric olur, bizim sələf qardaşlarla oturmur. Ona görə dinimiz, dini qorumaq önəmlidir və dini qorumaq məqsədi ilə də alimlər bidət əhli ilə, xavariclər bidət əhlinin ən pisidir. Yer üzünün ən şər insanlardır ki, Peyğəmbərimiz salsan deyir. Onlar yer üzünün ən şər insanlardır. Onlar üçün müqəddəs heç nə yoxdur. Onlar yəni, bu müsəlmandır, bu namaz qılandır, ay buna sahabələri öldürüblər, o cür böyük sahabələri. Əli bin Əbi Talib kimi radiyallahu anh sahabəni öldürdülər. Ondan sonra onlar sənə demək baxmayacaqlar. Onlar xəyanət də edəcəklər sənə yeri gələndə. Onlar səni öldürəcəklər də yeri gəlsə. Onlar sənin namusuna toxunacaqlar yeri gəlsə. Yəni imkan tapan kimi. Yəni onlar üçün sən kafirlə eynisən. Sənin malın da halaldır ona, canın da halaldır, qanın da halaldır. Belə bir insanla sən necə otura bilərsən? Ona görə o cür insanları, xavaric insanları, təkfirçi insanlarla oturmayın, onlara salam verməyin, onlarla iş birliyi görməyin və bu qardaş təhlükəyə atır özünü.